tapa bilmir. İş də var ki, tapa bilmir işçi olan. Məşğulluqda iş doludur. Amma maaş... İş var, ancaq ona uyğun kadr tapmaq mümkün deyil. Bu barədə Dövlət Məşğulluq Agentliyinin məlumatında qeyd edilib. Problem daha çox bölgələrdə müşahidə edilir. Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşı Nicat Həmidov deyir ki, son bir ilin göstəricilərinə əsasən işə götürənlərin uyğun kadr tapmaqda ən çox çətinlik çəkdiyi sahələr texniki ixtisaslar, satış və marketinq, mühasibatlıq, maliyyə, tikinti və fiziki işlər, kənd təsərrüfatı və heyvandarlıq, ticarət, turizm, ofis və inzibati işlərdir. Kadr çatışmamazlığının əsas səbəbləri nələrdir? BRT-nin regionallarda işçi çatışmamazlığının yalnız müəyyən bir təhsil və ya bilik səviyyəsi ilə məhdudlaşmadığını, daha geniş bazara və uyğunluq problemi kimi dəyərləndirməli olduğumuzu ortaya qoyur. Ən çox qeyd olunan səbəblər arasında namizədlərin peşə bacarıqlarının olmaması, regionda müvafiq sahə üzrə mütəxəssis çatışmazlığı, namizədlərin təcrübəsizliyi, bununla yanaşı əmək haqqı gözləntisinin yüksək olması və namizədlərin rəqəmsal bacarıqlarının çatışmamazlığı da bu meyarlardan biridir. Qurum rəsmisi bildirir ki, təhsil, tibb sahəsi və digər ixtisaslaşmış fəaliyyət sahələri üzrə də işçi çatışmazlığı mövcuddur. İnsan resursları üzrə mütəxəssis Röyal Əhmədov vurğulayır ki, kadr çatışmazlığının əsas səbəbi təhsil alan şəxslərin əmək bazarına daxil olduqları zaman öz ixtisasları ilə deyil, fərqli istiqamətlər üzrə inkişaf etmək istəkləridir. Nəticə etibarilə bu həmin sahələr üzrə işçi çatışmazlığına səbəb ola bilər. Proseslərin qarşısının alınmasında əsas məsələ təhsil sferasında olan ixtisasların əmək bazarında olan sahələr üzrə uyğunlaşmasıdır. Həmçinin şirkətlərin isə özləri öz şirkətləri daxilində cəlb etdikləri ixtisaslı kadrlar üzrə, yəni tam ixtisaslaşdırılması ilə əlaqədar olaraq təlim proqramlarına cəlb edə bilərlər işçiləri və həmin şəxslərdə çatışmayan şəxsi keyfiyyətlərin belə deyək də təkmilləşdirilməsi ilə əlaqədar olaraq mentorluq sistemləri formalaşdıra bilərlər. Bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumları ilə bərabər birgə hər hansısa bir bu formatda tədbirlər və yaxud da təlimlər təşkil edərək həmin kadrların cəlb olunması əsasında kadrlarda çatışmayan şəxsi keyfiyyətləri aradan qaldıra bilərlər. Mütəxəssis qeyd edir ki, tədbirlər görülməzsə mövcud kadr çatışmazlığı həm regional inkişafın, həm də iqtisadi artımın qarşısında əsas maneələrdən biri olaraq qalacaq. İlham Əkəliyeva, Xəbər Ertəsi. Son vaxtların statistikası deyir ki, insanlar evlənməyə az meyillidirlər. Müəyyən